Bir də nəyi soruşmaq istəyirəm Naibə xanım, bu mövzunu istəsəz cavablandırın, istəməsəz cavablandırmayın. Sadəcə mən sualı vermək istəyirəm, çünki gündəmi zəbt etmişdi. Bu həyat yoldaşınızla olan bu proses, bu qalmaqal, onun həbs olunmağı falan, sizi döyməyi, bütün gündəmi zəbt etmişdi, telekanallar, saytlar. Necədir hazırda vəziyyət? Yenə də bu söhbət gəldi. Vəziyyət çox yaxşıdır. Mikrofon. Çox yaxşıdır, hər şey çox yaxşıdır. Barışmısınızmı? Xeyr, barışmamışam. O öz yolunda, mən öz yolunda. Yəni, hər kəs öz həyatını davam edir. Mən də Allaha şükürlər çox yaxşı hiss edirəm artıq özümü. Çünki mən... Artıq yaxınlaşa bilməz sizə? Xeyr, yəni ona, necə deyərlər, qadğa qoydular, stop qoydular ona. Yəni, mən də həyatımı davam edirəm. Və özümü çox yaxşı hiss edirəm. Baxmayaraq ki, mən onunla yaşadığım illər ancaq xəstəxanalarda keçirdim mənim. Bax, belə həssasam. Nədən həssasam mən? Kövrək. Kövrəlirəm, həssas. Bir tərəfdən yaradıcı insanlar, bir tərəfdən də həm teatrda o rolları oynayırsan, başqalarının həyatını yaşayırsan, evə də gəlirsən, yenə o həyəcanları, o depressiyaları yaşayırsan da. Bu iki tərəfdən mənə çox pis təsir eləmişdi hamısı. Ayrılığı necə yaşadınız ümumilikdə? Rahat mı keçirdiniz? Yoxsa insan öyrəşəndə ayrılığı nə də olsa çətin yaşayır? Yox. İllərimə heyfim gəldi. Heyf o illərimə. Yəni, ona çox heyfslənirəm, çox. Heyf oldu illərim. Sağlamlığımdan getdi, sənətimdən getdi. Mən bilirsiniz, çox qəribə bir xasiyyət var məndə. Mən elə sənətdə də beləyəm, bir şeyə odaqlanıramsa, nəyəsə bağlanıramsa, ona bütün qəlbimlə yanaşıram. İstər insan olsun, istəyir sənətdə olsun. Sənətimdən də geri düşdüm, dostlarımdan geri düşdüm, əhatəmdən, çevrəmdən geri düşdüm və can sağlığımdan geri düşdüm. Çox üzr istəyirəm sualıma görə. Cəhd etdimi yenidən geri qaytarsın sizi? Yox, bu dəfələrlə olub. Biz sonuncu dəfə. Demək olaraq 9 il yaşamışıq. Hər dəfə də bağışlanmalar, üzr istəmələr, bağışlanmalar. Haradasa mənim də bir tanınmış bir aktrisa olmağım mənim qarşımı kəsirdi ki, cəmaat nə deyəcək, insanlar nə deyəcək, axı biz insanlar nə deyəcək? Yəni, biraz bununla yaşayırıq. Yox, bu dəfə şükür Allaha olsun, canım qutardı. Yəni, o gecələr ki, mən o podiyezdən çıxanda ayağımdan tutmalar, yəni elə şey yox idi. Yəni qorxular, o qorxular, öldürəcəm, öldürəcəm sözlərini artıq eşitmirəm. Naibə xanım, bəzən insan nə qədər olmasın o sevdiyi insandan ayrı düşəndə musiqi daha ona həssas gəlir. Yəni, adi bir musiqinin sözlərindən dərhal kövrələ bilir, dərhal göz yaşı axıda bilir, çox təsir edir. Oldu mu həmin ərəfədə hansısa mahnını dinləyib göz yaşı tökəsiz? Mən ancaq özümə heyfim gəlir, özümə yazğım gəlir. Təsir edən mahnı olurdu mu? Ona görə heç düşünmürəm. Üzünü belə unutmuşam onun. Nə gözəl ki, özümə heyfim gəldi. Hüseyin Arif demişkən, Hüseynə olan oldu, özümə heyfim gəldi. Özümə heyfim gəldi, özümə yazğım gəldi. Ki, özüm öz dəyərimi zamanında bilmədim. Bax, insan gərək birinci özünü sevə bu həyatda. Həmişə. İnsan gərək özünü sevsin birinci. Mənim anam rəhmətliyə mən həmişə deyirdim, bu elə özünü sevir. Yox, o birinci övladdır. Anam deyirdi ki, yox, birinci mənəm. Əgər mən özümü sevməsəm, onda sizi də sevmərəm. Ona görə insan birinci gərək özünə dəyər versin. Özünü sevsin və onu özünü sevəndə də artıq onu dəyərləndirəcəklər. Bəs bu 9 il ərzində dediniz ki, olub da müxtəlif vaxtlarda, şiddət də olub, çox çətin dönəm də olub. Övladınız bir dəstək olurdu mu qızınız? Yəni ki, sizə xilas olmağa, ya məsləhət verməyə bir uşaq kimi? Yəni, nə edirdi mənə maraqlıdır bu şiddəti görəndə, eşidəndə? Yox, şiddət deyəndə ki, mən deyim ki, o məni döyürdü, yox, belə şeylər yox idi. Yox, o məni döymürdü. Orada indi biraz da artırıblar. Yəni də mətbuat. Döymək deyildi, psixoloji. Baskı idi. Baskı idi, psixoloji, qorxutmalar, psixoloji.
Yəni o mənim heç vaxt qızımın yanında o baskını mənə göstərmirdi. Heç vaxt etmir. O ancaq gizlincə və insanların yanında da eləmirdi onu. İnsanların yanında o özünü elə aparırdı ki, hamı deyirdi, bu ne? Allah bəndəsidir. Allah bəndəsidir. Mənim hamıya bunun arasıdır. Ay sağ ol. Amma o gizlində olurdu hər şey. Gizlində. Gizli. Demək ki, var belə şeylər. Təəssüf ki, narsist. Eynən əsl artist elə belə insanlar imiş. Mənə deyirdi, sən niyə əsəbləşirsən? Şəxsən mən əsəbləşəndə deyir, oynayıram. Sən də oynaq, sən artistsən. Narsist insanlar olur da belə. Belə isə qadın ya kişi, narsist adamlar. Belə o da bir xarakter formasıdır. Təəssüf.